Hər vaxtınız xeyirli olsun dəyərli dinləyicilər. Bakı vaxtı da səhər saat 9-dur və biz başlayırıq, danışırıq, söhbət edirik. Şəhər adamına başlayırıq. Şəhər adamından keçid alırıq. Şəhər adamında bugün bizim qonağımız Qonağımız Tərxan Tərlanzadədir və Tərxan bəylə demək olar ki, bir çox istiqamətlərdən danışacağıq. Bu düşərgələr, konsertlərin təşkili, mobiloqraf. Bəli. Hə? Və özü işarə edir ki, bu mütləq deyək. Amma açıqlamasını da verək. Niyə dedi? Ki niyə dedi ki, bu haqqda deyim, bunu deyim? Yox. Bu işin açıqlaması. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gəlmisiniz. Xoş gördük. Xoş gördük. Olsa bizə deyərdiniz. Mobiloqraf. Mobiloqraf nədir, nə deməkdir? İnsanlar dinləyəcəyimizi başa düşsünlər. Mən belə başa düşdüm ki, telefonla bağlı. Bəli, bir çoxu belə başa düşür, telefonla bağlı. Yaxşı, onda sürətlə bağlı ola bilər. Bəli, sürətlə bağlı bir şeydir. Bu videoqrafiyanın belə deyək, daha sürətli və daha unikal versiyasıdır. Bir çoxları mobiloqrafiya deyəndə ilk ağla mobil telefon gəlir ki, bu normaldır, çünki bunu trend edən mobil smartfon telefonlar oldu. Amma mobil çevik deməkdir əslində, yəni mobilləşmiş həyatımız var hal-hazırda və çevik qrafika belə gedir də, düzdürmü? Yəni, bu o deməkdir ki, çəkiliş, bu o deməkdir ki, burada video var, burada foto var və burada bu cür məsələlər var. Ümumiyyətlə, neçə müddətdir bununla məşğul olursunuz Tərxan? Mən açığı bunu tam professional şəkildə son 3 ildir məşğul oluram, amma uşaqlıqdan məndə video çəkməyə həvəsi olubdu. O vaxt VHS kamera ilə falan çəkirdim. Yəqin ki, bu öz qatqısı olub. Yaşı var bir xeyli. VHS yadda düşürsə. Tərxan o qədər yaşı çox deyil, çox gəncdir, 30 yaşı var. VHS-in axır-axırına düşüb deyirsən. Ən axır. Son məqamlarına düşüb. Bugün bu sferada ümumiyyətlə fotoqrafiya, videoqrafiya fərqi yoxdur. Ümumiyyətlə burada montaj falan demək olar ki, rəqabət çox böyükdür. Demək olar ki, rəqabətin ucu-bucağı görünmür. Çünki kimə baxırsan hamı bir foto aparat götürüb çəkir. Təbii ki, inkişaf edən bu yönün əsas səbəbi də elə inkişaf etmiş həmin o məhsullarda, avadanlıqlardır. Çünki indi balaca uşağa versən, heç nə eləmək lazım deyil. Sadəcə düyməni basırsan, hər şey avtomat şəkildə bunu edir. Bəs siz bunu fərqli etmək üçün nələrdən istifadə edirsiniz? Niyə məhz Tərxan deyə müraciət edirlər? Çox doğru vurğuladınız. Xüsusilə də o düyməni basıb video çəkirlər. Çünki sadəcə bundan ibarət olduğunu düşünürlər ki, düyməni basıb videonu çəkirsən, amma burada əsas video çəkmək deyil, duyğunu ötürməkdir. İdeyadır. Bəli, bir ssenari, bir başlanğıc, ötürdüyün mesaj, yəni bunlar daha önəmlidir. Və rəqabət də çoxdur. Əslində bu yaxşı bir şeydir. Çünki bir zamanlar mobiloqrafiya sadəcə trend idi, amma indi bir sənətə çevrilib. Xüsusilə də 2020-ci ildən bu yana artıq peşəkar şəkildə bununla məşğul olurlar. Niyə Covid-dən sonra belə oldu? Çünki Covid-də cəmaətin daha çox vaxtı var idi kontent yaratmaq üçün. Düşünürəm biraz belə ki, yeni şeylər kəşf elədilər, gülməli videolar və s. Və bu da özündə artıq bir belə deyək də formalaşdırdı bunu. Mən daha çox sinematik çəkirəm. Yəni ötürdüyüm videolarda daha çox film abu-havasını yansıtmağa çalışıram. Bunun üçün hətta orada texniki olaraq da kadr dəyərlərini o istiqamətdə seçirəm. Məsəl üçün çox qısa həm bilgi xarakterli olsun dinləyənlərə, bu sahədə maraq olanlara. Məsələn, bizdə bir çoxları videoları 60 FPS-lə çəkir. FPS dediyimiz şey frame per second, yəni hər saniyəyə düşən kadr sayı. Və düşünürlər ki, bu daha dinamik görüntüdür və daha keyfiyyətlidir. Amma əslində bu keyfiyyətli deyil. 60 FPS-in öz istifadə olunma məqsədləri var, hansı ki, idman yarışları, sürətli hərəkətləri yansıtmaq üçün istifadə edirlər və bir çoxları bunu dinamik görüntü kimi algılayıb videonu bu cür çəkirlər və nəticədə o belə deyək, o duyğu çox sürətli bir şeydə heç ötürülmür. Məsələn, mən videolarımı 24 FPS-lə çəkirəm. Yəni 30 da deyil, 24-lə. Telefonda da bunu qoymuşuq. Bir onları 60-a qoyub. Bəli. Doğru deyil deyirsiniz. Əslində yanlışdır. Yanlışdır, 24-ə qoyub. İdman edəndə o 60-a qoyub. Ya da ki, məsəl üçün düşünürsən ki, mən bu kadra slow motion verəcəm. Onda 60 FPS-lə onu çəkə bilərsən ki, slow motion verəndə axıcılıq olsun. Çünki sənin əlində 60 dənə kadr var. Bunu yavaşladanda daha axıcı bir görüntü yaranır.
Mən amma 24 FPS-dən çəkirəm. Bu da bütün kinoların, yəni Hollywood filmləri falan hamısı 24 FPS-dən çəkilir. Mən də 60-dayım şey qoydum 24 kadra saniyədə. 30-a qoysan daha gözəl olar, çünki 24 çox spesifikdir. Bəli, hətta Instagramda ən çox gələn sual mənə bu olur ki, necə eləyək ki, videolar keyfiyyətli olsun? Bu yalnız video təşkil edir, yoxsa şəkil edən? Video, FPS anlayışı videodadır. Instagramda da keyfiyyətli video üçün 30 FPS çəkilməlidir və 4K yox 1080p-də çəkilməlidir. Çünki Instagram, məsəl üçün biz 4K video çəkəndə Instagram onu sıxışdırır, 1080p eləyir və burada da keyfiyyətdə itki olur. 30-a qoyaq. Bəli, bəli. Amma 1080p 30 FPS çəkəndə videonu HD ilə, yəni iPhone-da HD yazır. Instagramın artıq sıxışdırmağa ehtiyacı olmur, ona görə videonu çəkdiyin kimi yükləyirsən Instagrama. Bəs şəkildə necə? Şəkil məsələsində yoxsa şəkil məsələsində belə deyək, çox ciddi bir ayara ehtiyac yoxdur. Əslində bilirsiniz necədir? Texnika bu işin 20%-dir. Qalan 80% görməkdir. Yəni sən necə, bəli, yəni sən necə görürsən, baxmaq da yox, görmək. Çünki baxmaqla görmək çox fərqli şeylərdir. Nədir baxmaqla görməyin fərqi? Yəni hər yerə baxa bilərsən, dayanma durma kimi bir şey. Görəcəyin çox xırda bir detallar ola bilər. Baxıb dayana bilərsən, amma görüb düşməlisən də, belə deyək. Yəni mən pis vəziyyətə düşdüm elə bir burada. Bence də. Sən kölübü 2 biletdən almaq olar. Yo, mən də bir dəqiqə baxıram, amma gördüyüm Tərxandır. Yəni Rəhmanı görməm. Onu görmək istədiyinizi görürsünüz də. Mən ümumiyyətlə görmək istədim, tamam başqa bir şeydir. Amma istənilən halda variantım yoxdur. Görmək istədiklərim göz qabağımdadır. Məsələ ondadır ki, bugün insanlar daha çox təbii ki, getdikləri yeri, getdikləri məkanları, şəkillərini çəkirlər, orada şəkil çəkdirirlər, video çəkdirirlər. Deməli, bu yaxınlarda Kamilə Babayeva, hamımızın çox yaxşı tanıdığımız teleaparıcı, deyir, qızınla, oldu ki, deyir, tədbirlə bağlı Şuşaya getdi. Şuşaya getdi, söhbət edir, danışır. Deyir ki, inanırsan, deyir, getmiş ora, gəldi, Cıdır düzünə çıxdı. Orada çox gözəldir, orada çox qəşəngdir. Qızının da 12-14 yaşı var, yadından çıxıb. Yəni bu aralıqdadır. Və deyir ki, getdi ora, dedim ki, sən şəkil çəkim. Qızı qayıtdı, belə döndü, deyir, mənə baxdı, belə qayıtdı ki, mama, olar mən bir balaca buradakı təbiəti seyr edeyim. Mən deyir, yandım beləcə ki, yəni 12 yaşında uşaq bunu mənə deyir və deyir, mən də deyir, dinmə sakit deyir, dilimi deyir, yumdum, danışmadım, getdim kənarda bir yarım saat deyir, oturdu, yalnız və yalnız baxdı o mənzərəyə, o görüntüyə, bir dənə də olsun şəkil çəkdirmədi və deyir, çox qəribə idi. Amma halbuki biz insanlar hara gediriksə gedək, mütləq şəkildə şəkil çəkdiririk, video çəkdiririk. Gənclər var. Var, bəli, var. Mən də həqiqətən sevindirici və amma digər tərəfdən məyus edici məqamlar daha çox. Nəinki sevindirici, çünki bizdə bu dəqiqə insanlar smartfona çox bağlıdırlar. Məncə balans pozulur. Yəni hər şey balanslı şəkildə eləyəndə gözəl olur. Məsələn, mən getdiyim yerlərdə tutam 10 saniyəlik video çəkirəmsə, mütləq ki, onun 3 saatını mən sadəcə orada oturub dincəlmişəm. Yəni son 10 saniyəni qeydə alıram. Yəni bu daha gözəl olur. Sadəcə onu bir növ ölümsüzləşdirmək üçün video çəkirsən, amma bəzilər bunu yanlış anlayır. Elə gedəndə video çəkir və sonra o getdiyi yerlərə oturub çəkdiyi videodan baxır. Yəni adi gözlə görə biləcəyi daha çox şey var, amma gəl sonradan videodan baxır. Ağa, olar bir dənə sual mən verim. Əlbəttə. İcazənlə. Bilirəm sənin sualın daş ürəyə daha çox da sənin sualın yoxdur. Yo. Mən bunun bir kommersiya tərəflərindən də istəyərdim danışaq. Mobiloqraf fərqli görə bilər, fərqli hiss eləyə bilər. Yəni mənim kimi o videonu təbii ki, mən çəkə bilmirəm. Siz daha peşəkarsınız bu baxımdan. Onu qazanca necə çevirirlər? Qazanca hazırda mobiloqrafiyaya daha çox ehtiyac var, nəinki videoqrafiyaya. Nəyə görə? Bu artıq markalar da daha sürətli bir şeylər istəyir. Məsələn, mobiloqrafiyanın belə deyək də devizi nədir? Unikal, sürətli və yerindəcə. Yəni sən çəkdiyin videonu həmin gün axşam hazırlayıb verirsən. Yəni bu montajda da sən sürətli olursan, çəkilişdə də. Amma ona görə artıq mobiloqrafiyaya daha çox ehtiyac var. Nəinki production, video çəkiliş, böyük. Yəni təbii ki, indi böyük bir reklam produksiyonları və s. olanda, çəkilişləri olanda videoqraflar üst tuturlar. Amma gündəlik olaraq tələbat mobiloqrafiyadır. Kommersiyaya çevirmək üçün əgər bu yoldasansa, mobiloqrafsansa, birinci öz dəsti xəttin olmalıdır. Yəni səni digərlərindən fərqləndirən nüanslar olmalıdır.
İkinci də portfolio. Əslində onu özün təyin edirsən də, yəni bir yola çıxanda mən nə edəcəm, kimlərlə işləyəcəm. Əgər sən məsəl üçün elə hər çəkilişə gedirsənsə, nə bilim toya gedirsən, tədbirə gedirsən, təbiət çəkirsən, bu artıq biraz qarışıqlıq yaradır. Ona görə mən məsləhət görürəm ki, əgər bu sahədə olub da bunun kommersiyaya çevirmək istəyənlər varsa, öz dəsti xəttini tərtib eləsinlər və niş mövzuya fokuslansınlar. Mən bir dənə də şey soruşum. Mən misal üçün video çəkə bilmirəm. Yəni o mənim çəkdiyimlə digərlərinin çəkdiyi arasında çox böyük fərqlər var. Rəhman da çəkir, mən də çəkirəm, aramızda çox böyük fərq var həqiqətən. Bunu yolunu öyrənməyin bir vasitəsi varmı, üsulu varmı? Telefonumu değiş. Birinci telefon qiymətlərini öyrənmək lazımdır. Burada deyilsə artıq mən pis vəziyyətdə qaldım. Yox, təbii ki bir zarafatdır. Çox sağ olun, tez Amma getdiniz. zarafata deyirlər, öyle deyil. İlk öncə belə deyək, bu praktikadan ola biləcək bir şeydir. Və əgər də öyrənməyə marağın varsa, kifayət qədər resurs var. Biraz da dil biliyim varsa, kifayət qədər resurs var. Amma bunun yenə deyirəm, yenə görmək məsələsinə gələcəm. Amma bunun bazasında bir istedad demək biraz təkəbbürlü səslənə bilər. Yəni daha çox baxış açısını genişləndirməlisən. Yəni kitablar oxumaqdır, filmlərə baxmaqdır. Yəni insanın zövqünü şəkil çəkməyə falan. Əlbəttə ki var. Mobilqrafiyaya fərq şey. Əlbəttə, yəni düşüncəni yansıdırsan da. Düşün ki, yəni bütün gün sən biraz qəribə səslənəcək. Yəni bayağı musiqilərə qulaq asırsan, artıq sən beynində bayağı musiqidir. Və çıxıb bir mənzərəyə baxanda düşün də o musiqi beynində arxa fonda ifa edir və sən hansısa bir şəlalədən baxıb zövq ala bilmərsən. Çox qəribə bir ziddiyyət. Maraqlıdır, yanaşmanız maraqlıdır. Sizinlə razılaşmaya bilmərəm. Amma digər tərəfdən məni bir məyus edən məqam da var. Əgər biz video və fotolardan danışırıqsa, bu gün bir çox şirkətlər, yəni söhbət hətta deyərdim ki, bu şəxslər olsaydı, fərdi şəxslər olsaydı, okey, bu barədə bir narahat olmazdım, amma şirkətlər artıq bir videoqraf, bir fotoqrafla danışanda deyir ki, hə, bizim mobil telefonla gəlsin, çəksin də. Yəni böyük o fokusları dəyişə bilən, nə bilim, müxtəlif təbii ki, rakursları daha geniş və böyük götürən, rəngləri xüsusi olaraq effekti göstərən foto aparatlardan imtina edirlər. Bu məni narahat edir və əminəm ki, bu sizi də narahat edir. Bir çox şirkətlər var, deyirlər ki, hə, bir dənə o ştativi götür, smartfon sadəcə yaxşısı olsun, gəl çək, mənə yetərlidir. Sizcə onun effektini verir Tərxan? Təbii ki vermir, amma telefonla da, yəni xariqələr yaratmaq olar. Eynən. Çünki mən bildiyimə görə də səslənməsin, mən öz videolarımda, yəni bu izləyicilərin fikirləridir və yaxud da əməkdaşlıq elədiyim qurumların, yəni çox bəyəndir. Onlar da hansı ki telefonla və yaxud da DJI kameranla çəkirəm. Bayaq qeyd elədiyim əslində mən bütün videolarımı telefonla çəkmirəm. DJI kameranla çəkirəm. O da professional kameradır. Amma o mobilografiya segmentindədir. Daha sürətli, daha kiçik. GoPro-la da çəkirəm. Bu ayrı. Bir də var GoPro hələ də yəni aktuallığını saxlayır. Aktualdır, bəli. Çox maraqlı. Action kameradır da, yəni. Niyə aktuallığını itirməlidir ki? Yəni heç vaxt itirmir. Çünki xırda da bir o qədər funksional deyil mən bilən. Yox, əksinə funksionaldır. Əksinə, hərəsinin öz belə deyək də, yeri və məkanı var. Bəli. Sürətli kadrlar üçün yəni çox yüksək FPS verir, hansı ki telefonda və yaxud digər audio video kameralarda yoxdur. Biz indi eşidənlər var, gənclər və ya bu işlə məşğul olmaq arzusuna düşənlər necə öyrənə bilərəm deyə bir ciddi suallar ünvanlayırlar. Bunun bir məktəbi, bunun bir yeri, yurdu var, yoxsa elə özün çək, özün öyrən? İlk öncə də məsləhət görürəm ki, özləri bilirsiniz necə o özünün öyrənmə şeyi insanda bir çox şeyi formalaşdırır, araşdırma qabiliyyətini formalaşdırır və s. Ona görə mən hər bir sahədə ilk öncə self study deyək də, yəni özünün öyrənməyinə bir zaman ayırmanı məsləhət görürəm. Kinematografiya ilə bağlı kitablar oxuya bilərsən, çoxlu filmlərə baxa bilərsən, YouTube-da çoxlu videolar var, baxa bilərsən. İkinci növbədə özün praktik eləyəsən, üçüncü növbədə artıq üst tutasan hazır təlimlərə. İndi məsəl üçün mən nə edirəm? Mən də çox yazılar öyrənmək üçün mən hər ay 2 dənə bölgəyə master klass təşkil edirəm təbiət çəkilişləri üçün. Məsələn, Xızıya, Şabrana biz gedirik qrup şəklində 10 nəfər, 20 nəfər. Belə deyək də gəzərək öyrənirik.
həm çəkilişlər eləyirik, onlara çəkiliş qaydalarını öyrədirəm, çünki təbiətdə daha çox seçimimiz olur bizim. Və sonra da bir son pointdə nöqtəmizdə oturub onların montajını öyrədirəm. Bakıda da keçirmişdim bu master klassı. Bunun əsas belə deyək də prinsipi nədir? Gəzərək öyrənmək. Yəni o deyir çox oxuyan mı bilər, çox gəzən mi bilər? Yəni gəzə-gəzə oxuyanlar daha çox bilər məncə. Həm gəzirsən, həm öyrənirsən. Bu tipli master klasslar təşkil edirəm. Yəni orada belə əlindən tutub bunu bu cür tutmalısan, bunu bu cür. Ehtiyac olanda onu deyirəm bəzən ki, hə bax bunu bu formada tut. Daha çox kadrlar necə alınmalıdır, rakuslar, işıq və s. rənglər necə əldə olunur? Çünki rəng çox önəmlidir. Mən özüm məsəl üçün bütün videoları rəngsiz çəkib sonradan özüm rəngləyirəm. Təbiiliyin qorumaqla. Sizin işlərinizi hansı səhifədən izləyə bilər bizi eşidənlər? Instagram səhifəmdən Tarlanzadə. Tarlanzadə. Bu cür yazın. Tərlan bayaqdan Tərxan bayaqdan danışır. Amma onun işlərini görmək üçün indi bir diqqət yetirə bilərsiniz onun səhifəsinə. Bir də maraqlıdır Tərxan, əslində bütün bax bunlar hamısı sadladığınız hər biri çox gözəldir. Yəni insan daxil olub sosial şəbəkələrdə sizin səhifənizi görəndə bir ürəyi açıla bilər ki, nə gözəl yerlər var, nə gözəl təbiəti var və bir növ siz həm də gid rolunu oynayırsınız da insanlara bir göstərirsiniz ki, məsələn siz əgər Şabrana gedirsinizsə, filan yerə getsəz, orada gözəl görüntüləri görə bilərsiniz. Bəs yaxşı, qazanc nöqteyi nəzərdən qazana bilirsinizmi? Mobilqrafiya sizə gəlir gətirirmi? Gəlir gətirirsə necə gətirir? Şirkətlər müraciət edirlərmi? Bu barədə istəyirəm danışasınız bizə. Bəli, əlbəttə gəlir gətirir. Bu işin belə deyək, motivasiyası ordadır ki, bundan da kommersiya əldə edirsən. Məndə hazırda şirkətlərlə də əməkdaşlıq var. Ölkə xaricində də, yəni İzmirdə də, İstanbulda da əməkdaşlıqlar var. Bəli, orada otel çəkilişləri olsun, Kuşadasının özündə. Necə gedib ora çıxdınız? Buralardakı şirkətləri anladım. Bu biraz portfolio məsələsidir və biraz da bu işdə açıq networking lazımdır. Yəni bunu etiraf eləməliyəm. Ki o networking sənə kömək edir də. Tanışlıq, yəni işinlə önə çıxmaq. Mən demirəm, hə, yəni dost tanışmaq. Yəni gördülər, bəyəndilər, yazdılar və siz də öz ola bilər ki, məsələn tutaq ki, nə qədər xərc var filan o yan onları qeyd edirsiniz və gedirsiniz. Əslində beynəlxalq olması çox gözəldir. Yəni ən azından ilk il olaraq Türkiyədən başlaması elə. Məsələn, məndə hazırda bir turizm şirkəti ilə də əməkdaşlıq var. Onlar mənim bütün səfərlərimin biletlərini təmin edirlər. Harasa getsəm, öncədən bildirirəm, təmin edirlər. Onlarla da bu yöndə əməkdaşlığım var, bəli. Və hazırda da Şabranda 5 ulduzlu bir otellə əməkdaşlığım var. Orada otelin müntəzəm olaraq sənə otaq verirlər. Bəli, VIP olaraq qarşılayırlar. Belə yaşamağa nə var ki? Əladır da, yəni sənin biletin var, otelin var. Yəni yəqin ki, qida da o qədər problem deyil. Qida da qarşılanır. Gündüz 3 dəfə, bəli. Yəni lazımdır kamera tutmaq falan. Rəhman gəlsin deyirəm, ona görədir. Çox yaxşıdır əslində, çox əladır. Nə yaxşı ki, bu mənada həqiqətən qiymət verilir sənətə. Əlbəttə verilir. Amma qeyd edək ki, hər kəs də bu cür sizin kimi nail ola bilmir. Səbəb nədir? Kommunikasiyadır. Yəni əslində bu insanlara mane olan tənbəllik. Biraz tənbəllik məncə. Kommunikasiya, networking bunlar ikinci planda olandır. Zaten sən belə deyək də öz üzərində işləyirsənsə, həqiqətən də gözəl işlər görmək üçün çalışırsansa, mütləq kəşf olunacaqsan. Yəni bunun başqa bir heç kim deyə bilməz ki, mən o qədər şey edirəm, amma heç kim məni tanımır, heç kim məni bilmir. Demək ki, hardasa səhv edirsən, nəyisə düz eləmirsən. Çünki yəni o qədər çox əhali də yoxdur. Yəni tanınmaq üçün hər şey var. Deməli Tərxan, bu gün belə bir xəbər oxuduq. Labubu istehsal olunur. Belə bir görmüsən yəqin ki, müxtəlif yerlərdə internetdə vursaz dinləyicilər Labubu. O kamerayı YouTube-da da görsünlər. Ən trenddə olan oyuncaqlardan biridir hal-hazırda dünyada və adam Çinlidir, istehsalçı sahibi, deməli Çinlidir və adam milyardlar qazanır bir sözlə. Yəni bu da ona təbii ki, dəstək olur. Təbii ondan qabaq da var. Yəni sözümün canıdır. Əslində nəyə gətirirəm? Sosial şəbəkə. Sosial şəbəkə bugün bizim üçün yaxşı bir alətdir. Və biz adam sosial şəbəkə ilə əgər Labubunu neçə milyarda sata bilibsə, demək ki, hər bir kəs bundan istifadə edərək daha yaxşı gəlirlər əldə edə bilər. Yaxşı, biz burada çox vacib siz dediniz ki,
ki ümumiyyətlə özünü satmağa bacarmaq üçün hələ nələrsə etməlisən və təbii ki, sosial şəbəkə burada bir nömrəli silahlardan biridir. Nə cür etmək lazımdır, nə etmək lazımdır, nə cür işləmək lazımdır bunun üzərində. Yəni deyək ki, lap götürək Rəhman özünə əgər belə deyək də bazara çıxarıb insanlara təqdim etmək istəyir ki, mən aparıcı falan və yaxud hansısa olsun fotoqraf, videoqraf, nə etməlidir, nədən başlamalıdır, nə cür idarə etməlidir bu sosial şəbəkəsini? İlk öncə kontentini təyin etməlidir. Ən əsas ki, mən nə çəkəcəm, nə kontent verəcəm. Təbii ki, indi bunun texniki tərəfini demirəm də, keyfiyyətli olmalıdır və s. Ümumi proses olaraq deyirəm. Hacı pul verməlisən. Və ikinci növbədə davamlılıq. Hər bir pul ödəməlisən, hə? Yəni bu vacib məsələlərdir. Reklamada büdcə ayırmalısan və belə deyək də, bir kontent yaradırsansa, məsəl üçün Instagram alqoritması nəyi sevir? Disiplin. Məsəl üçün, mən həftədə 3 gün, axşam saat 8-də post paylaşıramsa, bunu mütəmadi olaraq bu cür davam etdirdiyim şəkildə artıq səni önə çıxardır. Yəni, reklamsız. Yəni, bu davamlılıq əsas prinsipdir də. TikTokda bu belə deyil. TikTokda biraz fərqlidir, onun aktiv saatları. Başa düşürsünüz, onun alqoritmi hələ mənə izah edən olmayıb. Yəni Instagram istifadə eləmirəm. Eləmirsiniz. Nəcəb? Çünki alqoritması çox qarışıqdır. Yəni mənim maraq dairəmdə olmayan videolar belə mənim qarşıma çıxa bilər. Bu da mənə biraz sizin paylaşımlarınız, çünki mən bilirəm ki, TikTokda gəl bir video götürək, paylaşaq Instagramda, paylaşaq bunu TikTokda. Deyək ki, 24 saatdan sonra baxacaqsınız ki, məsələn deyirəm, Instagramda əgər buna 100.000 baxışı varsa, TikTokda 1 milyonun üzərindədir. Amma mənə o lazım olan 100.000-dir də o. Mənə o 1 milyon belə deyək də o boşuna. Yəni TikTokun videonu göstərdiyi ölkə və coğrafiya sizə o qədər maraqlı deyil. Yes, maraqlı deyil. Amma Instagram daha elə Instagram lokaldır. öz izləyici kütləm bəli. Məsəl üçün mənə çox maraqlıdır. Tam belə məni başa düşəcək kütlədir. Düşünürəm ümumiyyətlə digər fəaliyyətlərimdə də, yəni onlardan geri dönüşlərim daha uğurlu olur. TikTok kütləsi biraz o deyil. O söz var, o çox maraqlı məqama toxundunuz. Bir çoxları bunu bilmir. Amma məsələn mən özüm əminəm ki, Rəhman da heç bilmir də. Deyən görək də, əmindir. Artıq məndən bağlı əmindir. Saxla da. Mənim başqa nümunəm yoxdur. Rəhman və salam. Evdə də söhbət edəndə mən sağ əcəb. Bir şey olar ki, deyirəm ki, Rəhman elədi. Belə eləməmişəm, Rəhman. İkinci dəfə evdə deməli nəsə qırılmışdı, dedim Rəhman edib. Nəysə, keçən də dodaq boyası görülmüşdü və deməli bir məsələ, mən istəyirəm ki, bu barədə biz danışaq daha ətraflı. Bayaqlar niyə dedim Rəhman da bilmir. Sizin dediyiniz alqoritm 8-də bölüşmək hər dəfə bunu bu cür etməlidir. Şərt 8 deyil. Bu storisə aiddir və yoxsa posta aiddir? Posta aiddir. Məsəl üçün orada Instagramın statistikasına daxil olanda total followers bölməsi var. Yəni sənin izləyicilərin. O bölməyə daxil olanda ən aşağıda görəsiniz saatlar və günlər qeyd olunur. Aha, bəli. O sənin izləyicilərinin ən aktiv olduğu saatlardır. Hoppa. Bəli, məsəl üçün orada götürürsən, tam baxırsan ki, 8-9 aktiv vaxtdır. Aktiv vaxt nə vaxtdırsa, yəni bunu özüm test eləmişəm, öz кейsimdən deyirəm. Məsəl üçün orada MP2 sənə göstərir 9. 9 da əsasən, hə. Sən 8-də paylaş. 1 saat öncədən paylaş ki, o saat 9-da ki o izləyicilər gələndə elə bir evə qonaq gələcək, 9-da gələcək, sən 8-dən stolu hazırlayırsan ki, onlar gələndə hazır olsun. Yəni bu belə bir bənzətmə. Mən 8-in yaxşı eləyəcəm, bir vazgeç. Yox, çox tez eləsən də o yeməklər soyuyacaq da. Al payımı. 8 yaxşıdır məncə. Mən soyuq qəlyanaltı verim də. Paytaxt salatı falan verirəm. Badamcaq. Qalan da gəlsin. Xırt badamcaq gəlsin. Aha. Ona görə o aktiv saatdan 1 saat öncə paylaşmaq lazımdır. Yəni bunlar 3-cü, 4-cü məsələlərdir. Ən əsas davamlılıqdır. Yəni istər sosial mediada olsun, istər bir şeyi öyrənəndə olsun, davamlılıq çox önəmlidir. Yəni o su daşı necə deşir? Güclə deşmir ki, o davamlı olaraq eyni nöqtəyə vurduğu üçün deşir. Yəni bu hər şeydə belədir, həyatda da, yəni işdə də. Bir şeydə davamlı, disiplinli olanda mütləq ki, nəticə əldə edəsən. O networkingdir, digər şeylər ikinci, üçüncü məsələlərdir. Biraz da belə, yəni əziyyət çəkirsənsə o zaten o görünməz əl prinsipi var da, iqtisadiyyatda da var, fizikada da var. O görünməz əl mütləq sənə kömək edəcək. Əsas sən davamlılığını qoru. Ləmə yadına saxla. Daşı su davamlı olaraq deşir.
Deməli, daşı qoyuruq bir tərəfə. Mən istəyirdim ki, suyu götürək, odu söndürək. Yəni qoymayaq. Problem olsun aramızda. Elə meyvəyə toxunma. Gəlin belə eləyək. Sizin bu kommersiya məqsədli videolar başqa, bir də özünüz üçün, öz belə sevdiyiniz təbiət, nə bilim məkan ola bilər, çəkilişləriniz var. Belə ən maraqlı, ən yadda qalan, ən uğurlu hesab elədiyiniz və heç vaxt o videonu yaddan çıxartmayacaqsınız kimi bir çəkiliş var, yoxsa yoxdur? Əslində bütün videolarım ağlımdadır. Məsəl üçün İstanbulda o və ya ən yadda qalan. Məsələn İstanbulda Bosfor boğazını çəkmişdim o vaxtda. O daha çox xoşuma gəlir, özümün də xoşuma gəlir. Hətta mən kimsə videolarına baxmaq istəyirəm deyəndə birinci onu göstərirəm ki, gəl buna bax. Yəni fərqli var. Bir də bir video var idi məndə bu funikulyoru çəkmişdim. Hətta 1 milyon baxış yığmışdı o video. Yəni çox insan heç bilmirdi bizdə elə funikulyorlar var. Belə əks istiqamətdə hərəkət edirlər. Mən də onu tapmağa çalışıram sizin Instagramda. İstəyirsiniz mən sizə göstərim o Bosfor. Gəl ondan başlayaq. Yox, danışın axırda göstərəriz, belə var. Mənə daha o maraqlı gəlib. Bizim vaxtımız az qalıb əslində. Bir neçə dəqiqə qalıb. Mən istəyərdim ki, sizin bundan mobil qrafiyadan öncə gördüyünüz işlərə bir nəzər yetirək. Keçmiş və yaxud davamlı olaraq bunu edirsiniz siz. Daha az eləyirəm. Camping nə deyək ona? Karavan idi, xatırlayırsansa. Karavan kempinq idi də, belə bir adlandıra bilərik. Dəniz kənarında və yaxud hansısa bir təbiət qoynunda siz karavan avtomobillərini gətirirdiniz və müxtəlif musiqilər, musiqi sadaları, müxtəlif qidalar, gözəl günlər idi həqiqətən. Düzdür, təəssüf ki, heç birinə belə fiziki olaraq iştirak edə bilməsəm də, amma müntəzəm olaraq izləyirdim, zövq alırdım, ətrafdakı dostlardan eşidirdim, nə bilim, həmkar aparıcılardan eşidirdim. Hər dəfə danışanda deyirdim, aya mən niyə getmədim, mən niyə gələ bilmədim, yəni gəlmədim deyil. Sadəcə maraqlıdır ki, əvvəla bu barədə istəyirəm danışım. İlk olaraq siz bunu etmişdiniz. Bu günləri düzdür, sayı o qədər də çox olmasa, bir neçə dənə deyə bilərik var. Çox istəyirəm ki, çox olsun. Niyə bizdə keçirilmir, nədir səbəb və ümumiyyətlə bu layihə haqqında danışardınız bizə. Karavan kempinq. Karavan, belə deyək, karavan mənim ümumiyyətlə bu səyahət sevgimdən yaranan bir şeydir. Bu sonradan bir konseptə çevrildi. Əgər çox vaxt almayacaq, qısa bir hekayə kimi danışım. Bir dəfə Instagramda storydə paylaşdım ki, bəs də kim istəsə karavan ətrafında toplaşırıq, qeydiyyatdan keçin, gəlin. Prosta qeydiyyat qoymuşdum. Dedim bir 10 nəfər falan gələr, özümüz üçün çay içərik də. Dost tanışlar. Gördüm. 40-50 nəfər gəlib. Yadımda da stəkan falan da çatmırdı çay içməyə. Və ondan sonra bir məndə fikir formalaşdı ki, bunu mütəmadi edirəmsə, bunu artıq biraz daha belə... Bu sizin maraqlı səbəb olmuş. Bu ümumiyyətlə maraqlı idi sizə kempinq. Maraqlı, bu marağıma səbəb oldu və başladım. Yəni, iş o yerə çatdı ki, artıq 300 nəfərlik, 400 nəfərlik bir tədbirlər olurdu bizdə. Ondan sonra keçdim konsertlərə, amma qeyd elədiyiniz... Mustafayevdən başladınız konsertlərə. Rumi gecəsi layihəsi. Möhtəşəm idi. Bu həm belə deyək də, bax bayaqları soruşdunuz məndən ki, bunun üçün nə lazımdır? O insan baxış açısı ümumiyyətlə gördüyü işdə kömək eləyir. Məsəl üçün mən ümumiyyətlə bu sufizmdir, ezoteriyadır, yəni bunlarla çox maraqlanıram və çox sevərək də ümumiyyətlə Ruminin əsərlərini falan hamısı, yəni ayrı bir yeri var məndə. Və bu istər-istəməz mən öz işimə də yansıdı. Məsəl üçün Rumi gecəsi olsun və sair Çingiz Mustafayevlə elədiyimiz tədbirlər və ortaya daha təbii bir şey çıxdı. Yəni sevgidən yaranan bir şey çıxdı ki, artıq yəni işə baxanda bilirsən ki, burada kommersiya ikinci plandadır. Əsas sevgi ilə iş görülür. Amma kommersiyada yəni öz yerini tapır. Yəni orada bir özü gəlir. Yoxdur. Özü gəlir. Sən get, pul özü gələcək məsələsi. Sən yola çıx, yol öz sənə çıxacaq. Yəni belə deyək. İndi niyə azdır? Düşünürəm ki, indi biraz dağınıqlıq var. Məsəl üçün tutanda bir tədbir təşkilatçısı həm belə tədbirlər edir, həm təbiətdə edir, həm doğrudur. Konsepsiya yoxdur. Konseptin yoxdur da, dağınıqdır. Bu da ki
biraz keyfiyyətə təsir edir. Sən bir sahədə fokuslansan, məsəl üçün beynində tutsan ki, mən ancaq kamp eləyirəm, inan ki, bunun ən yaxşısına qədər gedib çıxa bilərsən. Yəni sən mütləq ki, hər şey eləməli deyilsən. Bir şey elə, ən yaxşısını elə. Və indiki problem odur ki, bir gün məsəl üçün DJ gətirirlər, sabahsı gün nə bilim hansısa bir müğənninin konsertini edir, onu edir. Yəni sırf kommersiya məqsəddir. Ona görə də kifayət qədər boşluqlar yaranır. Bəs bu qədər boşluq yaranıb, niyə buraxdınız bu işi burada? Hazırda ancaq belə deyək də biz festivallar təşkil edirik. İldə bir dəfə olur bu. Çingiz Mustafayevlə. Hə, ildə bir dəfə baş verir bu, belə əlamətdar olaraq. İnşallah bu ildə olmalıdır, görək. Niyə buraxdım? Əslində buraxmaq deyil. Bu sadəcə ən yaxşısını eləmək üçün daha çox zaman ayırıq. Məsəl üçün bizim ən son Qobustandakı festival bu günə qədər olanın ən yaxşısı idi. İndi növbəti Neçə nəfər adam var idi? 1000-1500 arası artıq gəlmişdi və çox qısa müddətdə, bəli, Qobustana hətta. Yəni biz bir ayın içində 2 dəfə konsert elədik. Eyni yerdə, eyni məkanda. Eyni Qobustanda, bəli, eyni tərzdə. Birini elədik, dedik çox yaxşı alındı. Elə bu ayın sonu bunun ən yaxşısını eləyək. Doğrudan da ən yaxşısı oldu. Kifayət qədər. İkinci daha çox adam gəldi, yoxsa birinci daha çox adam var idi? Hardasa təqribən eyni sayədir, bəli, bəli. İkinci daha artıq belə deyək. Daha maştablı idi. Tərzdə bir şeydir. İndi növbəti bundan da yaxşı olmalıdır. Ona görə hələ ki gözləyirəm. Mən böyük məmnuniyyətlə iştirak edəcəm. Təşəkkürlər. Olsa mən həmişə bilirsən də təşəkkür edirəm. Minnətdaram. Həmişə ağlındasan. Xahiş edirəm Rəhman da zəhmət olmasa çox xahiş edirəm. Ağanın kölgəsində. Yəni kölgəm yanımda. Yəni ürək kölgədə yox, VIP zonada. Gözüm üstə yeri var. Təşəkkür, çox sağ olun. Sevərək. Təşəkkürlər. Elə bu söhbətdən sonra bitirək verilişi bəncə. Vallahi bu şirin yerdə bitirmək lazımdır. Sonra problem dava düşməmiş. Bəli. Bilirsən də Kasım toyda dava salma. Və amma əslində düşünürəm ki, Azərbaycanda bu gün mən son zamanlar artıq yəni həm olsun müxtəlif tədbirlərdə iştirak edirəm. Həm konsertlər olsun, deyək ki, böyük rəssamların sərgiləri olsun və bu cür kempinqlər. Mən istəyirəm ki, kempinqlərin sayı çox olsun. Düzdür, bilənləri bir kempinqə mənə dəvət eləmişdilər. Sadəcə işlədim, gedə bilmədim və yaxşı da gedə bilmədim. Çünki Dübəndidə, dəniz kənarında deməli çadırlar qurublar və orada belə kempinq edirlər. Külək kimsə çevirir də orada. Aydın məsələdir ki, yəqin ki, onu bağlamaq üçün ən azından bir 100 kiloluq çəkilər lazım idi ki, bu aparmasını nədən cırırdı, dağıldı, toz torpaq. Nəysə ki, bəzən bizdə Bakının küləyi bəzən imkan vermir. Çox istədim Şamaxıda belə bir şey olsa çox qəşəngdir. Həm bir rahat bir yolu, həm mən yaxındır. Mən ancaq özüm indi maşın baqajında məndə stolum, termosum, kampım, hər şeyim var da. Yəni o həmişə çadırda baqajda var. Olur. Hə, həmişə baqajdadır. Ki ani birdən olar da arasa gedir. Ulduz metrosunun yanında mesajı istəyirəm. Qeyri-adi, fərqli. Ani hə, çıxış gedirəm. Ailəli sizin yoxdur. Yox, subayım. Subay adamın maksimum yararlanıram bu dövrdə. Kempinq daha maraqlı olur. Dərin təşəkkürümüzü bildirir Tərxan. Minnətdarıq ki, gəldiniz. Həqiqətən maraqlı söhbət edildiniz. Həm mobilqrafiya haqqında bizə məlumat verdiniz, həm də qısa da olsa kempinqlərdən danışa bildik. Çox minnətdaram dəvətiniz üçün. Təşəkkürlər. Tarlanzadə səhifəsinə daxil olub Tərxan bəyin videolarına baxa bilərsiniz.